Amerikalı milyarder və iş adamı Elon Musk ABŞ prezidenti Donald Trumpla bağlı yazdığı bir neçə yazıya görə təəssüfləndiyini bildirib. Yenavaz.com xəbər verir ki, Musk bu barədə X sosial şəbəkə hesabında qeyd edib. Stat: "Keçən həftə prezident Donald Trump haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm, çünki onlar məqsədini aşmışdı." Statın sonu. Bu şərh Musk'ın Ağ Evin iqtisadi siyasətini sərt şəkildə tənqid etməsi nəticəsində Musk və Trump arasında bu yaxınlarda baş verən mübahisələr fonunda gəlib. Belə ki, iyunun 5-də Musk və Trump sosial mediada sərt sözlərlə mübahisə ediblər. Musk bildirib ki, Trump onun dəstəyi olmasaydı prezident seçkilərində qalib gələ bilməzdi. Musk həmçinin Trumpın impeachment ideyasında dəstəklədiyini bildirib. O, Ağ Evin hökumət xərclərini və prezidentin idxal tariflərini azaltmaq üçün irəli sürdüyü qanun layihəsini tənqid etməklə yanaşı, Amerika iqtisadiyyatı üçün tənəzzülün labid olduğunu qeyd edib. Buna cavab olaraq Trump Musk'ı məsuliyyətsizlikdə ittiham edib və subsidiyalarda daxil olmaqla şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə hədələyib. Prezident həmçinin bildirib ki, Musk qanun layihəsini tənqid etdiyinə görə çox məyus olub.